Ümumiyyətlə, mən sizə bir məsələni qeyd edeyim ki, son vaxtlar İran rəhbərliyi, xüsusən İbrahim Rəisi ilə baş verən o məlum hadisədən sonra, o cümlədən Məsud Pezeşkiyanın inaqurasiya mərasimində İsmail Haniyanın Tehranda qətlə yetirilməsi və digər, yəni bir neçə faktoru sadalaya bilərəm. Yəni bundan sonra İran bir balaca sirkələnməli idi, İran bir balaca təlaşlanmalı idi, İran bir balaca məsuliyyətini dərk etməli idi. Sevinç xanım, mən yəni bu prosesləri belə dəyərləndirirəm və belə görürəm. Amma nə gördü? Blef, nə bilim, boğazdan yuxarı bəyanatlar, vuradıyıq, dağıdacaq. İndi də dronları buraxıblar. Dronlar 3 saatla 4 saat arası deməli İsrailə çatacaq. Orada da İsrail hazır vəziyyətdədir və balistik raketləri də hazırlayırlar. Ardınca da balistik raketləri yönəldəcəklər. Balistik raketlər də 7 dəqiqə ərzində İsrail ərazisinə çatacaq. Və mən sizə deyim ki, bu savaşın başlanmasında Netanyahunun da müstəsna belə deyək də cəmfəşanlığını görürük. Və bilirsiniz də, qardaş Türkiyənin deməli aparıcı partiyası, Ədalət və İnkişaf partiyası bir qədər bundan əvvəl bəyanat verdi və İsrailin İrana qarşı başlatdığı bu deməli avanturanı, mən bunu avantura sayıram. Yəni zamanı deyildi, vaxtı deyildi. İndi qarşıdakı dəqiqələrdə yenə də deyəcəm, yəni mən nəyə görə deyirəm bu zamanı və vaxtı deyildi. Ona görə ki, Amerika ilə İran arasında danışıqlar gedirdi. Yaxşı pis müzakirələr gedirdi. Yaxşı pis müəyyən nəticələr əldə olunmuşdu və qarşıdakı günlərdə də yəni bunun davamı gətiriləcəkdi. Yəni bunun necə deyirlər, nəticəsi olacaqdı. Amma buna da Netanyahu deyərlər. O Netanyahu ki, belə deyək də, onu onsuz da çarmıxa çəkəcəklər. Bunu İsraildəki və ya da Azərbaycandakı dostlarımızın xoşuna gəlsələr də, gəlməsələr də mən bu sözü deməliyəm. Netanyahu müharibələrdə maraqlıdır. Adama deyərlər, sən Həmasla qutardın prosesi, orada girovları azad elədin, indi İrana qarşı bu avanturanı başlayırsan. Çünki Netanyahu bilir ki, onu da, onun nazirlərini də, onun kabinetini də məhşər ayağına çəkəcək. Və görün, onun ilk açıqlaması nədir? İbrit dilində xalqına müraciət edir ki, əziz xalqım, çoxluca yemək götürün, çoxluca su götürün, siz hələ bunkerdə uzun müddət qalacaqsınız. Yəni bu adamın hələ İranla, yəni necə deyərlər də, o sıçan pişir məsələsini uzatmaq fikri var. Göyə yenə də deyirəm, mən açıq demək istəyirəm, bizə strateji müttəfiq də olsa, lap iki gözüm də olsa, deməliyəm ki, Netanyahu hakimiyyətdən getməlidir. İsraildə bu günləri onun hakimiyyətdə qalması İsrail üçün böyük fəlakətdir. Baxın, bir ordunun baş qərargah rəisinə açıqlama verir, İsrail açıqlama verir ki, bu işçilər əvvəlki işçilərdən biraz ağır olacaq. Deməli, açıqlamaya baxın ha. Deməli biz bilirik ki, vururuq, bunun cavabı gələcək. İndi nə olub? 6 İran deməli fiziki, deməli nüvə mütəxəssisi qətlə yetirilib. Orada bir neçə general öldürülüb. İndi raketlər İsrail üzərinə gəlir və bu proses dayanmayacaq. Burada həm də İranın bir qürur məsələsidir, mənlik məsələsidir. Bu bundan əvvəlki, ötən ildəki məsələ deyil. Və Netanyahu və onun generalları deyir ki, cəmaət doluşun ora deməli blindajlara, sığınacaqlara girin. Yeraltı o bəli, sığınacaqlara doluşun. Suyunuzu da, çörəyinizi də necə bol eləyin. Deməli sən bilirsən ki, əgər bu avanturanı başladırsansa, sən bunun cavabı olacaq. Mən demirəm, İran çox böyük belə deyim də, vurub dağıdacaq. İranın da bir Hapköpundan başqa yenə deyirəm, hətta Sevinç xanım, biz Bakıda otura-otura 1000 kilometrlərlə məsafədə bilirik ki, əgər səni təhlükə gözləyirsə, əgər general gedib oğlu ilə, arvadı ilə, üzü üstürəm övladları ilə rahat yatırsa, yəni mənzilində gecələyirsə, bu o deməkdir ki, sənin hərbinin H hərfindən də xəbərin yoxdur. Sənin dövlətçiliyinin məsuliyyətindən ümumiyyətlə yəni anlayışın yoxdur. Əgər İbrahim rəisini 10 saat axtardınızsa, helikopter bu dağa çırpılanda, siz onda ayılmalıydınız. Yeni prezident Məsud Pezeşkiyan, deməli, onun inaugurasiyasına gələn İsmail Haniyanı elə Tehranda, otellə bir yerdə göyə uçurtdularsa,
Siz bunda ayılmalıydınız. Sizin necə deyirlər, Təbrizdə neft emalı zavodu vurulub. Deməli Tehranda mülki binalar vurulub. Mən başa düşürəm, orada indi İsrail də baxıram, İsrail prezidenti də orada açıqlama verir. Sonra baş qərargah rəisi, Netanyahu hamısı aydın məsələdir ki, özlərini müdafiə eləməlidirlər və bəraət qazandırmalıdırlar. Və İsrail xalqı da indi ölənlərə görə, öləcək və yaxud da ki, həyatını itirəcək adamlara görə Netanyahunun başını sığallamayacaq. Hələ ötən ilə görə insanlar deməli o oktyabrda baş verən o biabırçılıqdan sonra hələ də Netanyahuya qarşı yəni dərin nifrətləri var, dərin qəzəbləri var. İsrail xalqı da yəni tələb eləyir ki, bu necə olur ki, yüksək texnologiyalara, yüksək kəşfiyyata, yüksək necə deyirlər, döyüş hazırlığına malik bir ölkənin ərazisində bu cür hadisələr baş verir. Ona görə də mən hesab edirəm ki, bu baş verənlər Netanyahunun növbəti avanturasıdır. Özdə Trumpla. Baxın, deməli Trumpla razılaşdırılmış və Trump da indi nə deyir? Deyir ki, İran əgər İsrailə qarşı nəsə hərəkət eləsə, qarşısında məni görəcəm. Bax, İranlılar oradan qaçıblar çadırının altına gizlənməyə ki, Trump orada sinəsini qabağa verəcək və deyəcək ki, vurmayın, mən Batmanam, nə bilim mən belə dəhşət gücə malikəm.